Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqə savalanması sivində məktəb və marşruta yaxın. Qapısına qədər asfalt, 300 600 belə hardasa 300-dan biraz az torpaq sahəsinin üzərində. Bax belə modern tipli həyət evimiz çıxıb. Yerdən də ən azından 6-7 daş görsüdür. Evin torpağın çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzəldən ibarətdir. İlkin olaraq qiymət 96.000 manatdır. Onu da deyək ki, evin torpağın çıxarışı qeyd etmişdik. Paket qrup həm qeydiyyat, həm də ki, ipoteka üçün əslində ipoteka ilə kimsəsə yəni götürə bilər. İlkin ödəniş olaraq 45.000 manatdır ipoteka. İnşallah həyətin təqdimatını təqdim edək və sonra keçəcək evin içərisinin təqdimatını. Qabaq hissəsində belə bir teras nəzərdə tutulub, həm mətbəxə girmək, həm mətbəxdən çıxmaq. Sol hissəsində belə deyək də padvalıdır və balaca da sol hissəsindən ara kəsməsi var. Kommunallarına qədər var, həyətin işıqlandırması evin qabaq hissəsində də var və həyətin giriş hissəsində də var. Sağ hissəsində də fikir verin, torpaq sahəsi qoyulub. Və qalxaq yuxarı hissədən giriş hissəsini sizlərə təqdim edək inşallah. Gəl qardaşım, zəhmət olmasa. Bura açıq terasıdır. Qeyd etmişdik bunu. Və buradan da gəl qardaşım, həyətin giriş hissəsini izləyicilərimizə təqdim elə zəhmət olmasa. Və inşallah daxil olaq evin içərisinin təqdimatını və evin içərisini sizlərə təqdim edək. Stilik kombi xəttidir. Koridordan ayrı-ayrı otaqlardır. İnşallah kiçik otaqların təqdimatına, otaqları təqdim edək sizlərə. Bax, burada zal hissəsidir. Zal hissəsini təqdim edək, zəhmət olmasın. Zal da yəni böyükdür, kiçik zal deyil, normal zaldır. Sonra, gəl qardaşım, digər otaqlarını təqdim edək. Yataq otaqlarını təqdim edək. Burada bir yataq otağı nəzərdə tutulur. Yəni, bunlar da normaldır, kiçikdir, yaxşıdır. Və sonra, burada da bir otağımız var. Bunu da təqdim edək sizlərə. Şurum yanıram qardaşım. Səliqəli, burada da bir səliqəli bir otağı var. Otağını göstər zəhmət olmasa. Və keçək 3-cü yataq otağımızın təqdimatına, mətbəx və sanuzə hissəsinə. Burada da bir otaq nəzərdə tutulub, 3-cü yataq otağımızdır.